davam edirik. Asan xidmət təcrübəsi Senegal Respublikasında tətbiq ediləcək. Bununla bağlı müqavilə imzalanıb. Memorandum vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevlə Senegal Respublikasının Dövlət İdarəçiliyi və Dövlət Xidmətlərində İslahatlar Naziri Olivier Bukal arasında imzalanıb. Müqaviləyə əsasən Senegallı dövlət qulluqçuları üçün Asan xidmət mərkəzlərində təcrübə proqramları təşkil olunacaq. Azərbaycanın intellektual brendi 25-dən çox ölkəyə ixrac edilir. Afrikada isə artıq 16-cı ölkədir ki, Azərbaycanın Asan modelini öyrənir və öz ölkəsində tətbiq edəcəkdir. Senegalla bizim 30 ilə yaxın diplomatik əlaqələrimiz mövcuddur və Afrikanın fransız dilli ölkəsi dövləti olaraq Azərbaycanın mütərəqqi təcrübələrini öyrənməyə deməli qərar veriblər. Biz ölkəmizdə müxtəlif praqmatik islahatların həyata keçirilməsinə qərar vermişik. Asan xidmət bu baxımdan bizim üçün ən yaxşı modellərdən biridir. İmzaladığımız memorandum bizə bu istiqamətdə əməkdaşlıq üçün yaxşı imkanlar verəcək.